Viyanada Salam Orient Festivalı çərçivəsində Azərbaycan caz ustalarının çıxışı maraqla qarşılanıb. Festivalda əməkdar artist, pianoçu və bəstəkar İsvar Sarabski və qrupu konsert proqramı ilə çıxış edib. Konsert Avstriya Teleradiosu, Azərbaycan Mədəniyyət Mərkəzi və Salam Orient Festivalının birgə əməkdaşlığı ilə ORF Radio Kultur House konsert zalında keçirilib. Festivalın təşkilatçısı və bədii rəhbəri Norbert Erlix çıxış edərək proqramda Azərbaycan musiqisinin özünə məxsus yer tutduğunu bildirib. Qeyd edilib ki, festivalda muğam ustalarının konsertləri ilə yanaşı Azərbaycan cazı da musiqi sevərlər tərəfindən böyük rəğbətlə qarşılanır. Norbert Erlix bu layihənin ərsəyə gəlməsində Viyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Caz konsertində İsvar Sarabskini, Şəhriyar İmanov, Saşa Zinger, Aleksey Miltiks, İlqar Rzayev, Ümidə Abbasova, Osman Eyyublu və Makar Novikov müşahidə ediblər. Müxtəlif caz kompozisiyaları, xüsusilə Novruz, Cimən, Edge kompozisiyaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert Avstriya bir radiosu tərəfindən yazılıb və radionun caz proqramlarında səsləndiriləcək.